Allahu, 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 Allah, Allahu, 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 Allah, Allahu, Allahu, Allah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz İslam əqaididir. Bu dərsimizdə Allahın varlığının sübutu və yaxud Allahı tanıtma barəsindədir. İlk olaraq biz peyğəmbərlərin təlimlərinə, səmavi kitablarına diqqət etdikdə görürük ki, bu kitablar heç bir vaxtı Allahın varlığını sübut etməyə çalışmamışlar. Bəlkə Allahı tanıtmağa çalışmışlar. Buna əsasən bir çox İslam alimləri, İslam mütəfəkkirləri belə bir fikir irəli sürmüşlər ki, dini təlimlər baxımından Allahın varlığı aksiyon bir məsələdir və buna heç bir formada dəlilə ehtiyac yoxdur. Bəlkə Allahın varlığı tanıdılmalıdır. Başqa sözünü desək, insanlar Allahı təsəvvür etməkdə çətinlik çəkir, təsdiq etməkdə deyil. Əgər Allah barəsində doğru düzgün təsəvvür formalaşarsa, bu dünyanı yaradan, kainatın həqiqi yaradıcısı barəsində doğru düzgün hər bir insanda təsəvvür formalaşarsa, istər-istəməz onu tam olaraq qəbul edəcək. Yəni, Allahın varlığını qəbul etmək zərurətində olacaq. Buna görə də bütün peyğəmbərlər və dediyim kimi səmavi kitablar, Qur'an-ı Kərim və digər kitablar və bizim qəbul etdiyimiz məsum imamların rəvayətlərinə biz diqqət etdikdə görürük ki, onlar hər zaman çalışıblar ki, Allahı tanıtsınlar. Nəinki Allahın varlığını sübut etsinlər. Sübutla tanıtma arasında olduqca fərq var. Çünki hər bir insan fitri olaraq Allahı varlığını hiss edir və qəbul edir. Əsas məsələ bunu doğru düzgün tanıtmaq, bunu doğru düzgün çatdırmaqdır. Buna görə də dediyimiz kimi Qur'an-ı Kərimin ayələri tam olaraq Allahı tanıtmaqla məşğuldur. Allahın müəyyən sifətləri, müəyyən feillərini, işlərini, əzəmətini, bu kimi məsələləri önə çəkərək insanlar barəsində, daha doğrusu Allah barəsində doğru düzgün təsəvvür yaratmaq istəyir. Dediyimiz kimi, əgər insan real olaraq bu kainatın özünün yaradıcısı kimdir, yaradanı kimdir, bunu doğru düzgün təhlil etsə, təsəvvür etsə, tam olaraq da təsdiq edəcək. Bir çox Quran ayələrində dediyimiz kimi bu məsələ açıq olaraq bildirilir. Bir ayədə oxuyuruq ki, Əfillahə şəkkun faturus səmavat vəl-ərz. Burada təəccüb olaraq Allah Teala buyurur ki, məgər siz Allahın varlığında şək edirsiniz? Yəni, bu onu göstərir ki, heç bir formada bəşər Allahın varlığında şək edə bilməz. Allahın əgər varlığında şək edirsə, bu da onun təsəvvürünə qayıdır. Müxtəlif kəlam kitablarında, əqidə kitablarında Allahın varlığı barəsində, yəni varlığının isbatı barəsində bir çox dəlillər, bürhanlar gətirilmişdir. Bu da insanların mərifətinə, tutumuna uyğun olaraq bölünür. Yəni, bəzi təqdim olunan dəlillər ümumi insanlar üçündür. Bəziləri müəyyən kitabları, fəlsəfi terminləri oxuyanlar üçündür. Bəziləri də ümumi olaraq mərifət sahibi olan ariflər üçündür. Hər bir halda ümumi bürhanlardan Allahın varlığı üçün təqdim olunan dəlillərdən biri budur ki, insan əgər xarici aləmə diqqət edərsə və yaxud özünə diqqət edərsə, xarici aləmdə bütün varlıqlar arasında həmahənglik və nizam var. Yəni biz istər makro aləm olsun, istər mikro aləm olsun, diqqət etdikdə görürük ki, adi bir ağcaqanadın sistemli formada yaradılışı var. Yəni, olduqca kiçik və eyni zamanda biz günəş kimi böyük bir planetə baxdıqda görürük ki, günəş də tam olaraq sistemi olaraq işləyir. Və bütün bu bir-birindən fərqli olan məxluqlar arasında həmahənglik və nizam var. Şuuru olan varlıq, insan bunları bir yaradıcısı, bir nazim tərəfindən, nizam verilən tərəfindən yarandığını qəbul edir. Və bu məsələni
isbat edir ki, əgər belə bir həmahəngli və nizamlı varlıq varsa, bunu yaradan alimdir, bunu yaradan qadirdir, bunu yaradan hal-hazırda mövcuddur. Buna əsasən biz aləmə baxdıqda, yəni özümüzə və ətrafa baxdıqda yaradanın varlığını hiss edə, duya bilərik. Bunun üçün isə əzizlər, müxtəlif kitabları, elmi kitabları mütaliə etmək, sənədli filmlərə baxmaq tövsiyə olunur. Yəni biz nə qədər təbiətlə üns tapsaq, təbiətin incəliklərinə baxsaq, istər astronomiya barəsində olsun, istər zoologiya, biologiya, hər bir halda bu sahələrə biz baxdıqda görəcəyik ki, burada yalnız və yalnız Allahın nişanələri var. Yalnız və yalnız Allahın ayətləri var. Bunlarla Allahın əzəmətini, Allahın elmini, qüdrətini insan daha yaxından tanıya bilər. İkinci dəlil biraz fəlsəfi dəlildir. O da bundan ibarətdir ki, hər bir halda hər bir insan qəbul edir ki, varlıq var. Əqli baxımından varlıq iki hissəyə bölünür. Bir, əgər bu varlığa sual versək ki, məsəl üçün kitab olsun, dəftər olsun, insan olsun, sənin varlıq tapmağın vacibdir yoxsa yox? Yəni fəlsəfi cəhətdən, fəlsəfi termin olaraq vacibdir yoxsa yox? Biz baxdıqda görürük ki, heç bir məxluq olması zəruri deyil, var olması zəruri deyil. Çünki aradan gedə bilər, müəyyən bir zamanda yaradılıb. Bunların hamısı onu göstərir ki, bu mümkün varlıqdır. Yəni olması ilə olmamağı fərq etmir. Amma bir halda ki var, fakt olaraq var, deməli bunu varlıq bəxş edən, həyat bəxş edən bir varlıq var. Burada artıq bu varlıq bəxş edənin özü səbəb olaraq qiymətləndirilir, ondan qeyrisi nəticə olaraq. Və buna əsasən deyə bilərik ki, əgər biz qəbul etsək və bu məsələni tam olaraq mülahizə edəndə görürük ki, əgər dünya varsa, kainat varsa, bunun yaradanı və yaradıcısı var. Və bu yaradan heç bir formada deyə bilmərik ki, əgər hər bir şeyin yaradanı varsa, bəs yaradanın yaradanı kimdir? Bu artıq əqli cəhətdən ziddiyyət təşkil edir. Niyə görə? Çünki hər bir nəticənin səbəbə ehtiyacı var. Səbəbin nəticəyə ehtiyacı yoxdur. Bu iki dəlil ümumi olaraq müəyyən kitablarda Allahın varlığı barəsində gətirilən dəlillərdən biridir. Mən qısa olaraq sadə dillə bunu siz əzlərə çatdırdım və edə bilərsiniz müxtəlif kitablara müraciət edərək Allahın varlığı barəsində gətirilən dəlil və burhanlara müraciət edəsiniz. Amma hər bir halda biz Allah barəsində doğru düzgün təsəvvürə sahib olmağımız vacibdir və lazımdır. Buna görə də ilahiyyat kitablarında, əqidə kitablarında Allahın varlığı məsələsindən sonra Allahın sifəti və feilləri barəsində danışıblar. Çünki biz insanlar Allahı müəyyən sifət və atributlar vasitəsilə tanıyırıq. Əgər bu doğru düzgün təsəvvür formalaşarsa, Allahın sifəti və feili də Allahın varlığının isbatına kömək edə bilər. Buna görə də gələn bəhslərimizdə biz Allahın sifəti barəsində siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Allahu, 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 Allah.